Salam qardaşım, zəhmət olmasa özü təqdim elə. Salam, anonim narkoman. Qardaşım, demək istər bir iki dənə suallar verəcəm. İnşallah ki, səmimiyyətlə cavab verərsən. Buyur qardaşım. İlk dəfə narkotiklə necə tanış oldun? Səni bu yola aparan nə idi? Qardaşım, belə deyim də, mən ilk dəfə bunu 7-də, 8-ci sinifdə oxuyanda məktəbdə öz başınalığım gətirdim mənə bu yola. Yüngüldən başlamışdım, düzdür. Get-gedə yüngül mənə heç nə eləmirdi, yəni yavaş-yavaş 13 illik keçmişdim ağıra. O da hər gün qəbul edirdim onu. Onsuz mən özümü heç böyle tanıya bilmirdim, onsuz qala bilmirdim. Get-gedə həm çoxalırdı gündən günə, həm də qala bilmirdim onsuz. Narkotik həyatında hansı faciələr yaratdı? Ayağın itirilməsi hekayəsi necə baş verdi? Ha qardaşım, belə də indi bunu 2020-ci ildə olmuşdu bu, 5 il bundan qabaq. Elə bil mən ancaq damar daxili qəbul edirdim, başqa cürə qəbul edə bilmirdim. Özündən asılı yolu istəmirdim. Məcbur damar, damar da məndə get-gedə yoxa çıxırdı. Ancaq qalmışdı ayağımın damarı. Bir dostum var idi, birinci dəfə o elədi mən ayağıma. Və belə taradasa mən bir ay elədim. Bir aya özüm bilmədən düşürdü ağqana, orada nervi damarlar var ora. Bir ay ərzində ayağım şişdi. Ağrı verirdi, mən elə bilirdim ki, görmüşdüm də keçəcək bu. Həkimə zada gelmədim, dedim keçər. Bir də gördüm ki, bir aya 5 gün, 10 gün qalmış ayağım lap böyük şişdi. Böyle 1 millimetr belə tərəf edə bilmirdim. Axırda gecə vaxtı idi, lap ağrıya dözə bilmirdim, evdən həkim gətirdilər mənə. Həkim baxdı, dedilər ki, təcili balinsaya getmək lazımdır. Səhər tezdən skoru çağırdılar. Həmin moment mən özümdən getmişdim. Skorun gəlməyini gördüm evə, amma necə mənə düşürdülər, necə qoydular skoruya, necə balinsaya çatmışam, onda xəbərim olmuyor. Nəsə çatdıq bir dənə balinsaya, dedilər sıraz ayağın kəsilməlidir. Nəsə evdən razılaşmadılar, apardılar mənə damar cərrahiyə. Orada boyunlarına aldılar ki, kəsmək yox, operasiya eləyərik, damarı çıxardarıq, nəsə ola bilər. Novqod qabağı idi, dekabrın 28-i. Qaldırdılar, mənə operasiya damarımı kəsdilər, çıxartdılar. Elə bir sol ayağımın yarısından çox hissəsi yox idi da. Açıb baxdım ki, yoxdur. Özümə qalmışdım ki, belə bura necə ət də ola bilər, bu boyda yara. Nəsə üstündən həkimlər getdilər Novqod kanikuluna, üstündən bir 10 gün keçdi. Yanvarın 8-i qayıtdılar, səhər tezdən. O vaxta kimi bu 10 gün ərzində mənə ayağım başlamışdı altdan, dabandan dizə kimi çürüməyə, arxa hissəsi. Özüm də görürəm ki, qapqara qaralmışdı. Bir qan sirkulyasiya eləməli idi, eləmədi. Ayın 8-i həkimlər gəldilər, professorlar bir baxdılar, mənə çıxdan dedilər ki, həkimlər dedi ki, bunu təcili qaldırın operasyonluya. Bir də gecə saat 4-də ayıldım ki, ayağım yoxdur. Ayağımı zadımı hiss edirdim də, ağrı, acı, elə bildim ayağım yerindədir, amma yox idi. Söhbət zamanı qardaşım, sən demişdin ki, sən ayağın kəsilən vaxtda xəstəxanada da istifadə edirdin. Bəli, xəstəxanada da istifadə edirdim. Niyə istifadə edirdin? Çünki ağrıda idim mən, həm belə ağrıda idim, narkotikin ağrısında, həm də ayağımın kəsildiyinə görə ağrıda idim. Bu lap pis ağrı idi. Biri var, adamın barmağı kəsiləndə necə ağrıdır, adam 3-4 gün özünə gələ bilmir, bir damcı kəsiləndə. Amma biri var bu boyda ayaq, damar, sümüklər, bütün əzələlər hamısı kəsilib. Yerli dibli. Bənin içində məcbur müalicə edirdim. Həmin vəziyyətdə də narkotik fikirləşirdim. Ancaq. Çünki o beynimdən çıxmırdı mənim. Dönüş nöqtən nə oldu? Səni 12 addım proqramına gətirən o an nə idi, bura? Dönüş nöqtən belə deyim də sizə mən. Ondan sonra mən elə bir tutuldum, getdim 3 il türmədə oldum, çıxdım, gəldim. 3 ildən sonra gəldim evdə. Elə bir evdə mən heç kimi istəmirdim, mən tək idim, tək qalırdım. Düzdür, anam bir qonşu idi mənlə, necə orada gedmirdim. Gedirdim həftədə bir dəfə. Elə bir tənhalıq mənim üçün yaxşı idi. Türmədə tək idim, evdə də gəldim 2 il tək. Bezdim. Həm damarım yox, həm də biz necə, tək ayaqla hər dəfə gələk kimisə göndərim mən onun dalınca. Özüm gedə bilmirəm. Gedə bilirəm,
çətin idi mənim üçün. Kostyumla dur hər dəfə uzaq yol get-gəl düz gəlmirdi. Bir dənə dostum var idi, evdən də deyirdilər ki, mənə get. Özüm də istəyirdim gəlməyə müalicəyə. Həm də ən çox anama görə. Anam da əlindən gələn eləyirdi də mənə. Qoymurdu belə qalım. Dostum vardı, bugün zəng gəldim ki, məsəl üçün belə bir gedmək istəyirəm reabilitasiyaya. Dedi, yaxşı. Bir səhərsi gün sağ olsun. Gətirdi mənə çıxartdı bura. Allah onun canını sağ eləsin. İndi də mən buradayam, 3-cü aydır. Hər şey yaxşıdır, özümə gəlmişəm. Bugün hansı addımlar atırsan və gələcəkdən nə gözləyirsən? İstifadədə olan insanlara nə demək istəyirsən? İstifadədə olan insanlara demək istəyirəm ki, bunu vaxtında saxlasınlar. Mən buna 20 ildə fakir edirəm. Heç bir gün də olsa belə dayanmamışam mən. Yüngülündən başlamışam, 13 ildir ağrını edirəm. Yüngül deyirəm, ağırdır o işdə. Belə fəsadlara gəlib çıxmamış, mən də heç bilməzdim ki, onunda yatıb yuxuma da girməzdim ki, mənim ayağımı kəsərlər, narkotik görə adamın ayağını kəsərlər. Hamısında olurdu, gördüm ki, balaca şişqadı keçir gedirdi. Məndə belə gətirdi, bir ay. Cəmaat ora 10 il, 15 il istifadə edir, amma məndə bir ay keçdi. O da bilmirəm, nə bilim, belə oldu da. Deməyim odur ki, bunu vaxtında, necə deyim, səmiyyətimi inanın, doğrudan da sağalmaq olur. Adam gərək özü istəsə, deyilənlərə əməl etməklə, düzdür, birincidən 5 gün, 10 gün biraz adama qəribə gəlir, çətin gəlir. Mən də belə biraz adamam, necə deyim sizə, örgəşmirəm. Amma görürəm ki, yox, örgəşmişəm, hər şey yaxşıdır. İnşallah sağalaram, çıxaram, ayıq başla, həyatımı davam edərəm. İnşallah qardaş. Minnətdarlıq var sənə hər şeyə görə. Çox sağ olun, Allah sizin də canınızı sağ eləsin.